Selamun aleyküm və rəhmətullah. Şübhələrə cavab silsiləsi ilə əziz qardaşım Hüccətül İslam, Kərbəlayı İslam Cəlilovla davam edirik. Bugünkü mövzumuz İmam Əli əleyhissalamın 25 illik sükutu barəsindədir. Kərbəlayı xoş gəlmisiniz. Xoş gördük. İstəyirəm ilk öncə sükutun mənasına nəzər salaq. Çünki bəziləri deyir ki, Həzrət burada sükutu ilə bu xəlifəliyə razı idi. Və əgər razı deyildisə, niyə heç bir iş görməyib və 25 il kənara çəkilib? İstəyirəm ilk öncə Həzrət Əli əleyhissalamın Şiqşiqiyyə xutbəsi ilə bu məsələyə cavab verək. Həzrət orada buyurur: öz işlərim barəsində fikirləşdim ki, kəsik əl ilə hücum edim, yoxsa bu kör qaranlığa səbr edim. Və sonra Həzrət buyurur: fəsəbərtu və fil ayni qaza və fil həlqi şəca. Gözlərimi çörçüb və boğazımı sümük tutduğu halda səbr etdim. Vəziyyətin nə qədər çətin olmağını elə biz Həzrətin öz kəlamından başa düşə bilərik. Amma bir dənə bunu bilmək lazımdır ki, Həzrət əvvəl səbr eləyib, yoxsa haqqını isbat eləyib. Dəfələrlə Həzrəti Zəhra, İmam Həsən və İmam Hüseyn ilə birlikdə Bədir səhabələrinin evinə gedirdi, mühacir və ənsarın evlərinə gedib onlardan kömək istəyirdi. Amma onlar da ağaya müsbət cavab vermirdilər. Ustad Cavad mühəddisi özünün Qədirxun mədəniyyəti kitabında buyurur ki, bu 25 illik sükut ifadəsi düzgün bir ifadə deyil. Niyə? Çünki Həzrət dəfələrlə haqq olduğunun isbatı üçün dəlillər gətirmişdi. Allah rəhmət eləsin, Mehdi Pişvai özünün Məsum İmamların tarixi kitabında nəql eləyir ki, Əli əleyhissalamın sükutunun səbəbi dinin hifzinə və Peyğəmbərin əziyyətlərinin batmamasına görə idi. Bu səbəblərə görə Həzrət sükut eləyibdi. Mərhum Ayətullah Misbah Yəzdi öz kitabında buyurur ki, Əli əleyhissalam cəmaatı zorla olunan beyyətə məcbur eləmədi. Bir növ məşruiyyət və məqbuliyyət nəzərini burada ağa irəli sürür. Bu məşruiyyət və məqbuliyyəti biraz izah edərdiniz, zəhmət olmasa. Bəli. Şiə etiqadına görə, şiə prinsiplərinə görə necə ki Peyğəmbəri Allah təyin edir, imamı da Allah təyin edir. Əli əleyhissalam Allah tərəfindən imamdır, məşruiyyəti var, icazəsi var. Amma cəmaat qəbul eləmədi, buna görə də məqbuliyyəti yox idi. 25 ildən sonra gəldilər, beyyət elədilər və ağa xəlifəlik elədi. Amma nəyə görə sükut? Bu barədə bir çox nəzəriyyələr irəli sürüblər. Onlardan birincisi, yetərli qədər tərəfdaşın, köməkçinin olmamağı idi. Burada vacibdir ki, biz bir dənə nöqtəyə işarə eləyək Həzrəti Zəhranın çəkdiyi əziyyətlərə. Ki, imamətin, vilayətin haqq olduğunu isbat eləməkdən ötəri xanım öz canından, qanından keçdi və bu yolda şəhid oldu. Fədək xutbəsində xanım imamətin və vilayətin isbatını bizə çatdırır. Acizdir danışsın qələmim rütbələrindən, agahı yavardı xanımın xutbələrindən. Həzrət öz xutbələri ilə Əli əleyhissalamın haqq olduğunu bizə çatdırıb. Həzrət Nəhcül Bəlağənin 26-cı xutbəsində buyurur: öz əhli beytimdən başqa köməkçi görmədim. Bir növ o köməkçinin az olduğundan Həzrət şikayətlənir. Yetəri qədər adam yox idi. O ağanın həqqaniyyətini tanıyan adamların sayı çox az idi. İmam Həsən əleyhissalam Peyğəmbərin Məkkədən Mədinəyə hicrətini, atasının 25 illik səbrini və öz sülhünü köməkçinin olmadığında görür. Bunu da mərhum Şeyx Tusi Əmali kitabında nəql edibdir İmam Həsən əleyhissalamdan. Süleymi ibn Qeysin kitabında var, Həzrət buyurur ki, and olsun Allaha, agah olun. Əgər Həmzə və Cəfər olsaydı, bu iki nəfər o xilafət məqamına yetişməzdilər. Və bu məsələdən canlarını sağ qurtara bilməzdilər. Təəssüf ki, bunlar da yox idi. Başqa bir nəqldə buyurur Həzrət ki, Həmzə Ühuddə, Cəfər isə Mu'tədə şəhid oldu. Mən qalmışdım 2 nəfər, Əqil və Abbas ki, bunlar da gücsüz idilər, zəif idilər. Və cəmaat da bizi tərk elədi. Burada Həzrət niyə o iki şəxsin adını gətirir? Yəni Həzrəti Həmzə və Həzrəti Cəfərin adını. Bəzi şəxslərin məqamları, mənzilətləri o qədər üstündür ki, tarixə belə sığmırlar. Həzrəti Həmzə və Həzrəti Cəfər bu şəxsiyyətlərdəndirlər.
Məqamları çox böyükdür, ülvi məqamları var. Həzrəti Həmzə iman gətirdi və bu yolda da axırda biz görürük ki, şəhid oldu. Peyğəmbəri çox sevirdi, qəbul edirdi və müdafiə edirdi. Bədirdə və Ühuddə biz Həzrətin o böyük şücaətlərinin şahidiyik. Ühud döyüşündə də biz görürük ki, şəhadətə çatdı və məzlumcasına şəhadətə çatdı. Həzrəti Peyğəmbər də gəldi, qəbrinin üstündə ağladı, əzadarlıq elədi Həzrəti Həmzə üçün. Amma Cəfər əleyhissalam, Həzrəti Cəfər İslamın əvvəllərində Həbəşəyə hicrət edir. Və orada Nəcaşinin sarayında Həzrəti İsa və Həzrəti Məryəm barəsində Qurandan ayələr oxuyur. Və bu ayələr Həzrəti Cəfərin cavabları Nəcaşini qane edir və müsəlmanlara sığınacaq verir. Ta hicrətin 7-ci ilinə qədər Həzrəti Cəfər Həbəşistanda qalır, Xeybərin fəthi zamanında Mədinəyə qayıdır. Ayətullah Subhanidən eşitmişəm mən bunu ki, ağa buyururdu ki, Peyğəmbər belə buyurdu. Mən bilmirəm Cəfərin gəldiyinə sevinim, yoxsa Xeybərin fəth olunmasına. Bu qədər şəxsiyyəti böyükdür və biz sonda da görürük ki, Mu'tə döyüşündə məzlumcasına şəhid olur. İbn Xəzzaz Qummi özünün dəyərli əsəri olan Kifayətul Əsər kitabında bir dənə əhvalatı nəql edir. Həzrəti Zəhra həftədə ən azı bir dəfə Ühud şəhidlərini ziyarət edərdi və məxsusən Həzrəti Həmzəni ziyarət edib ağlayardı. Burada Mahmud ibn Ləbid Həzrəti Zəhranı görür və orada bunların arasında bir diyaloq baş verir. Həzrətə ərz edir ki, nəyə görə Əli əleyhissalam öz haqqının isbatı üçün meydana çıxmır? Siz bu işi yerinə yetirirsiniz. Həzrət orada Peyğəmbərdən bir dənə hədis nəql edir. Buyurur ki, Peyğəmbər belə buyurur. Məsəlul imam, məsəlul Kəbə, iz tu'ta və la tə'ti. İmamın misalı, imamın məsəli Kəbənin məsəli kimidir. İnsanlar Kəbənin ətrafına təvaf edirlər. Kəbə insanların başına təvaf eləmir. Baxaq, tarixə görürük ki, Əbu Sufyan gəlir Həzrəti Həmzənin qəbri kənarında, ayaqlarını vurur yerə. Camaat etiraz edir. Deyir, niyə bu işi görürsən? Deyir ki, çəkmələrimi təmizləyirəm. Deyirlər, başqa bir yer qalmamışdı ki, gəldin, elə Həzrəti Həmzənin qəbrində bu işi gördün. Bu işlərin səbəbi var. Nəyə görə Əbu Sufyan gəlir, Həzrəti Həmzənin qəbrində ayaqlarını döyür yerə? Yəni bir növ demək istəyir ki, o qədər zülüm çəkdin, o qədər əziyyət çəkdin, dini müdafiə elədin, axırda da o cür şəhadətə çatdın. İndi gördün xilafətdə kimdir, kimlər oturubdur? Bizim əlimizdədir. Boş-boşuna yəni çəkdin sən bu əziyyəti. Bunu demək istəyirdi. Həzrəti Zəhra nəyə görə gəlirdi? Həzrəti Həmzənin qəbrində ağlayırdı. Yəni sən sağ olsaydın, bugün Əli ibn Əbi Talibin haqqı qəsb olunmazdı. Ağanın əlindən o haqqı almazdılar. Buna görə idi. Bir növ göstərmək istəyirdi bizə ki, bu dəyərli şəxsiyyətlərin qədrini bilmək lazımdır. Biz hətta Həzrətin öz xilafət dövründə belə görürük ki, bu dəyərli şəxsləri, bu haqqını tanıyan, imam kimi qəbul edən səhabələri Həzrət axtarır, onları yad edir öz kəlamlarında. Nəhcül Bəlağənin 182-ci xutbəsində ağa buyurur ki, Əynə Əmmar və Əynə İbn-i Teyyihan və Əynə Zuşəhadəteyn. Haradadır Əmmar, haradadır İbn-i Teyyihan, haradadır Zuşəhadəteyn. Bunları dəfələrlə öz kəlamlarında buyurubdur. Burada istəyirəm bir Siffin müharibəsinə işarə eləyək. Bu barədə gözəl bir kitab var, roman kitabı var. Kitabın da adı Nizələrin hiləsidir. Orada nəql edir ki, yazıcı Malik Əşdər gəlir çatır Muaviyyənin xeyməsinə. Artıq bir neçə addım qalıbdı, yaxınlaşıbdı, az qalıbdı. Gəlib çatanda Həzrətə qılınc çəkirlər. Kufə qoşunu Həzrətə qılınc çəkir və deyir ki, əmr elə Malik dala qayıtsın. Biz Qurandan döyüşmərik. Quranları məgər görmürsən nizənin başında. Biz Qurandan döyüşmərik. Həzrət məcbur qalır, əmr edir ki, Malik geri qayıtsın. Malik Əşdər ki, geri qayıdır, gəlir, girir Həzrətin xeyməsinə, görür ki, ağaya qılınc çəkiblər.
Aləm qurban olsun Əli ibn Əbi Talibin məzlumiyyətinə. Deyir, ağa ki gördü, Malik gəldi, çıxdı, bir təbəssüm elədi. Bu təbəssüm də onun üçün idi ki, yəni bir nəfər də olsa Həzrətin sözünü eşitdi. Onu tanıdı, qəbul elədi və geri qayıtdı. Niyə? Bu anda çətindir ha. Bir insan döyüşçüdür, o da Malik kimi bir şəxsiyyət, Malik kimi bir döyüşçü, cəngavərdir, gedir döyüşə. İmam, məsum şəxs əmr edir ki, geri qayıt. Burada çətindir dala qayıtmaq. Niyə? Çünki artıq bu döyüşçüdür və Muaviyyənin işinin bitməsinə az qalıbdır. Amma üçün ağa buyurur deyənə, məsum şəxs buyurur deyənə, biz görürük ki, Malik geri qayıdır. Belə şəxsiyyətlərə həmişə ehtiyac olubdur. Əyimmənin, imamların dövründə bu cür şəxsiyyətlərə ehtiyac olubdur. Hətta nəqildə belə var idi ki, Həzrət məktubda deyir ki, əgər istəyirsən əlini sağ görəsən, qayıt. Əhsən, bəli, bu cür. Burada istəyirəm bir məsələyə aydınlıq gətirəsiz. O da Əbu Sufyan və Abbas ibn Əbdülmütəllib, Həzrət Əlinin əmisi. Gəlirlər ki, Həzrət Əlinə beyət eləsinlər. Həzrət niyə onlarla beyət eləmir və onları geri qaytarır? Birinci buna gərək bilək ki, Əbu Sufyanın dərdi nə dini qorumaq idi, nə də Allah təyin elədiyi xəlifəni müdafiə eləmək idi. Onun dərdi fitnə fəsad törətmək idi, nifaq törətmək idi. Ona görə gəlmişdi Həzrətlə beyət eləməyə. Və Əbu Sufyan da istəmirdi ki, Əli əleyhissalam xəlifə olsun. Niyə? Çünki əgər Əli əleyhissalam xəlifə olsaydı, xilafətə gəlsəydi, bilirdi ki, aman verməyəcək. Bunlara fürsət verməyəcək ki, istədikləri kimi hərəkət eləsinlər. Beytulmalı talan eləsinlər, öz adamlarını iş başına gətirsinlər. Bunları yaxşı bilirdilər. Amma fitnə fəsada görə gəlib Həzrətə belə bir təklif eləyir. Və o vaxtı da yeri deyildi bu məsələnin. Çünki Peyğəmbərin hələ cənazəsi qusl olunmayıbdı, namaz qılınmayıbdı, dəfn olunmayıbdı. Əleyhissalam kimi şəxsiyyət bu işi görməzdi ki, Peyğəmbər hələ dəfn olunmayıb, ağa getsin, xilafət məsələləri ilə maraqlansın. Bu işi heç vaxt görməzdi. İbn Əbülhədid deyir ki, Əli əleyhissalam gəldi, Əbu Sufyandan görüşdü və Həzrət buyurdu ki, sənin fitnə fəsad törətməkdən başqa niyyətin yoxdur. Sən uzun illər dinə qarşı bədxah olmusan. Sən dinlə vuruşmusan, dinin əleyhinə olmusan. Mən sənin bu niyyətlərindən agaham və sənin də tövsiyələrinə, nəsihətlərinə, köməklərinə ehtiyacım yoxdur. Bu, İbn Əbülhədidin nəql elədiyi məzmunudur. Əbu Sufyan bu məsələləri yaxşı dərk edirdi və gözəl şəkildə analiz edirdi ki, bu yolla müsəlman ümməti arasında bir dənə ixtilaf yaratsın, fitnə fəsad törətsin. Və Əli əleyhissalam da heç vaxt bu fitnə fəsada getməzdi. Əbu Sufyan özü deyir ki, elə bir tufan görürəm ki, qandan başqa heç nə ilə sakitləşən deyil. Gərək qan tökülür. İstəyirdi ki, fitnə fəsad düşsün. Kin-kudurətindən istifadə eləsin bu ərəblərin. Baxın, cahil ərəblərin kin-kudurətləri çox idi. Bu tarixdə biz bunun dəfələrlə rastlaşırıq, görürük. Düzdür, Peyğəmbərə iman gətirmişdilər, Allahı qəbul eləmişdilər, imanları var idi. Amma nə qədər də olmasa bunların bu daxilində bu kin-kudurət hələ də qalmışdı. Həbab ibn Munzir səqifədə iştirak edən səhabələrdəndir. Deyir, elə ki, təyin olundu xəlifə, bu üzünü ikinci xəlifəyə tutdu və dedi ki, mən sizin xilafət məsələlərinizə qarışmıram. Müşkülüm də yoxdur sizlə. Amma bundan nigaranam ki, xilafətə elə bir adam gələr ki, bizimlə düşmənçilik olsun. Niyə? Çünki Ənsarın cavanları mühacirlərin qohumlarını döyüşlərdə qətlə yetirmişdi, öldürmüşdülər. Bu da bundan narahat idi, nigaran idi ki, birdən bunlar xilafətə gələrlər və bu Ənsarın cavanlarından intiqam alarlar. Bu məsələyə görə narahat idi. İbn Əbülhədid deyir ki, mən 610-cu ildə getdim Bəsrə şəhərinə. Ustadım İbn Əbu Zeydin yanına. Əbdüləziz Cövhərinin Əs-Səqifə və Fədə kitabını da apardım. Biz bu kitab barəsində birinci söhbətimizdə məlumat vermişik bu kitab barəsində. Deyir, bu kitabı ki mütaliə eləyirdik, oxuyurduq, gəlib yetişdik İbn Munzirin sözlərinə. Bu sözlərə yetişdik.
Ustadım dedi ki, həvabın çıxardığı nəticə kamil surətdə dəqiqdir. Və bunun uzaq görənliyi təqdirə layiqdir. Sonra dəlilini gətirdi və dedi ki, Yezidin xilafət dövründə Müslim ibn Uqbənin başçılığı ilə Mədinəyə ki hücum olundu. Həmən vaxtı Bəni Üməyyənin tərəfdarları Ənsarın cavanlarından Bədirdə, Ühuddə əldən verdikləri insanların qisasını aldılar. Bəli. İbn Əbil-Hədid deyir ki, ustadım davam elədi. Bu sözləri dedi ki, Peyğəmbər də İbn Munzir kimi bu barədə uzaq görənliyi var. Nəyə görə? Çünki Peyğəmbər öz söhbətlərində, kəlamlarında dəfələrlə Əli əleyhissalamı qardaşı Vəsisi adlandırmışdı. Nəyə görə? Çünki Əli əleyhissalamın canı amanda qalsın və qanunu tökməsinlər. Baxın, bunun bir hissəsi səhvdir Şiə əqidəsinə görə. Bir hissəsi isə düzgündür. Nəyə görə? Çünki biz deyirik ki, imamı Allah təyin edir. Bəli. Buna görə ki, imam o məqama layiqdir, ləyaqəti var. Layiq olduğuna görə bu məqama layiq görülübdür. Təkcə qanının, canının amanda qalmasına görə yox. Amma ikinci tərəfi, bəli, düzdür. Niyə? Çünki Əli əleyhissalam xilafətdə olsaydı, İmam Həsən şəhid olmazdı. Kərbəla hadisəsi baş verməzdi və sonraki hadisələr olmazdı. Sükutun ikinci dəlili. Mərhum Şeyx Müfid özünün Əl-Fusulul Muxtara kitabında nəql edir ki, təfriqə düşməməsi üçün idi. İslam ümməti arasında fitnə, fəsad və təfriqə düşməməsi üçün Həzrət Əli əleyhissalam sükut eləmişdi. Peyğəmbər hətta öz sağlığında belə nigaran idi ki, bəziləri dindən çıxar, fitnə, fəsada düşərlər. Ki, Ühud döyüşündə şaiə yaydılar ki, Peyğəmbər şəhid olubdu. Və buna görə də Ali İmran surəsinin 144-cü ayəsi nazil olur. Əuzu billahi minəşşeytanirracim. Və ma Muhammedun illa rasulun qad xalat min qablihumur rusul. Əfə in mata aw qutilan qalabtum ala aqabikum. Və men yanqalib ala aqibeyhi falan yazurrallaha şey'a və seyəzzillahu şakirin. Allah buyurur ki, Peyğəmbər yalnız bir Peyğəmbərdir ki, ondan öncə də Peyğəmbərlər gəlib gediblər. Buna görə də o ölsə və yaxud öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız, yəni öz əqidənizdən əl çəkəcəksiniz. Öz keçmişinə qayıdan şəxs Allaha bir zərər vurmaz, Allaha bir ziyan yetirməz. Allah tezliklə şükr edənlərin mükafatını verəcəkdir. Kərbəlayı, burada belə bir sual ortaya gələ bilər ki, Ühud döyüşü hicrətin əvvəllərində olub, yəni 3-cü ilində. Bəlkə bunlar o vaxt imanlarında zəif idilər. Sonrakı hadisələr bunu göstərir ki, bəzilərinin imanları artmadı. Əksinə suqut elədilər, tənəzzül elədilər. Bir neçə dənə tarixi misal göstərək. Biri Hüdeybiyyə sülhüdür. Peyğəmbər buyurur ki, bu gün sülh eləyəcəyik, döyüşə getməyəcəyik. Gəlir, Peyğəmbərə etiraz edir, cürət edir, cəsarət edir ki, sən Allahın Peyğəmbəri deyilsən. Allah belə buyurur, Peyğəmbər belə buyurur, bu şəxs gəlir, Allah Rəsuluna etiraz edir. Məsum şəxsə. Peyğəmbərin ömrünün sonlarında biz görürük ki, Həzrət dəfələrlə dedi ki, Usamənin qoşunu gərək gedə döyüşə. Rum imperiyasından gərək gedə döyüşə. Amma bunlar bəhanə gətirərək bu vəziyyətdən qaçdılar. Çıxış yolu tapdılar. Həzrət Peyğəmbər xəstə idi və dəfələrlə getdi, Usamənin qoşununun çıxmasına əmr elədi. Sonda isə Həzrət bunları lənətlədi. Əgər hər kim Usamənin qoşununa qoşulmasa, Allah ona lənət eləsin. Bunlar var. Hətta bir dənə də məsələ var. O da Peyğəmbərin həyatının son anlarındakı neçə dəfə dedi, kağız qələm gətirin, mən vəsiyyət edim və icazə vermədilər vəsiyyət eləsin. Buradan bilinir ki, Peyğəmbərin o nigaranlığı düzgün idi və bunlar həmin o zəif imanda qalmışdılar. Həzrət deyir ki, kağız qələm gətirin, sizə vəsiyyət eləyim, məndən sonra yolunuzu azmayın. Amma nə dedilər bunlar? Səskü elədi və dedi ki, nəuzubillah, həsbuna kitabullah, innəl rəculə ləyəhcur. Peyğəmbər qızdırmalı haldadır. Cürət elədi Peyğəmbərə. Və bu sahabələrdə bir söz demədilər.
Sonrakı hadisələrdə biz görürük ki, bir gün İbn Abbasa deyir, bilirsən mən niyə həmən vaxtı səs-küy elədim və Peyğəmbərin sözünün kəsdim, qoymadım, Həzrət sözünü axıra qədər çatdırsın? Deyir, nəyə görə? Deyir, mən bilirdim ki, Əli ibn Əbi Talibin xilafətinə işarə eləyəcək. Ona görə deyir, mən bu işi gördüm. Və biz görürük ki, bunlar imanları daha da zəifləmişdi. Artmaq yerinə zəifləmişdi. Və Peyğəmbər də bundan narahat idi, bundan nigaran idi, öz sağlığında. Bundan sonra biz görürük ki, bu şəxslər Əhl-i Beytin evinə hücum çəkirlər. Həzrəti Zəhra şəhid olur. Bu saydıqlarımız dəlillər göstərir ki, bunlar düzəməli iman gətirməmişdilər. Bəli. Və Həzrətin nigaranlığı düzgün idi. Bəli, Həzrətin nigaranlığı kamil surətdə dəqiq idi. Sükuta üçüncü dəlil olaraq bunu deyiblər ki, mərhum Mehdi Pişvai buyurur ki, Rum imperiyasının hücum eləmək ehtimalı var idi. Baxın, biz demirik ki, Rum imperiyası mütləq hücum eləyəcəkdi. Amma sadəcə bir ehtimalı var idi. Buna görə də Əli əleyhissalam səbr eləməyi seçdi, sükutu seçdi. Rumlular həmişə müsəlmanları özünə ciddi təhlükə hesab ediblər. Buna görə də 3 dəfə Peyğəmbərin sağlığında 3 dəfə Rumlularla döyüş keçiribdi. Məhz bu səbəbə görə daxili ixtilaf düşməsin deyənə Əli əleyhissalam səbr edir. O kəlamında ki buyurur 25 il mən çətin vəziyyətdə səbr elədim, bu səbəblərə görədir ki, daxili çaxnaşma düşməsin, daxili ixtilaf düşməsin. Əgər daxili ixtilaf düşsəydi, Rumlular bu məsələdən istifadə edib, ola bilərdi ki, hücum eləsinlər. Və bu təhlükə ciddi bir təhlükə idi İslam üçün. Çünki əgər hücum eləsəydilər, İslamı aradan aparacaqdılar. Bəli, əgər müsəlmanlar arasında daxili ixtilaf düşsəydi, zəifləyəcəkdilər. Əgər müsəlmanlar zəifləsələr, Rumlular da hücum eləyəcəkdi və o Peyğəmbərin min bir əziyyətlə gətirib bizə çatdırdığı din elə öz beşiyində boğulardı. Bəli. Dördüncü dəlil olaraq mürtədlərin təhlükəsini bəyan ediblər ki, dindən çıxanların təhlükəsi var idi. Və bunlar çox idilər, az da deyildilər. Baxın, tarixdə rəddə hadisəsi deyilən bir dənə hadisə var ki, mürtədlər dindən çıxdılar, Peyğəmbərdən sonra öz adət ənənələrinə qayıtdılar və xumus verməkdən, zəkat verməkdən boyun qasırdırlar. Və bu anda gərək İslam ümməti vəhdət halında yaşaya, bir ola. Bu səbəbə görə Həzrət səbr yolunu seçdi. Mərhum Cəfər şəhidi İmam Əli Əlinin dilindən, yəni öz dilindən bu kitabında nəql eləyir ki, ümmət imama ehtiyac duyduqda, hidayətinə ehtiyac duyduqda imam onları hidayət edir. Köməyə ehtiyac olanda imam onlara kömək göstərir. Problemlər olanda imam o problemləri aradan qaldırır. Xətaya düşdükdə imam onları xətadan uzaqlaşdırır. Və xilafəti ondan mənimsəyənlərə Allah dininin qabağa getməsi üçün köməklik göstərir. Kərbalay, çox sağ ol gəldiyin üçün və dəyərli cavabların üçün. Allah razı olsun. Bugünkü mövzumuzda İmam Əli əleyhissalamın 25 illik sükutuna 4 səbəb gətirdik. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.